Salam, hər vaxtınız xeyir olsun. Biz uşaqlar evinə getməyə qərar verdik və bunu ətrafımıza, yaxın ətrafımızdan bölüşdük qrup yoldaşları olaraq və cəmi 515 manat pul toplandı. İndi gedirik buradan tort və pizzanın pulunu çıxırıq. Qalan pulla da uşaqlara hədiyyə alacağıq. İndi gedirik alış-verişə. İnan, uşaqları kursdan gətirmişəm. Çay içməyə belə vaxtım yoxdur. Uşaqları da yemək hazırlamadım. Dedim ki, sizə pizza zakaz eləyəcəm. İndi çıxıram evdən. Nərminlə təzə görüşmüşdük ki, bu uşaq hələ çıxdı qabağımıza. Yolda avtobus gözləyirdik. O qədər pis olduq ki buna. Yəni, körpə uşaq da hələ həyatı dərk eləmir. Həyatın nə olduğunu başa düşməmiş. Üstəlik də əli, üzü hansı bir vəziyyətdə. Yəni, bu uşağın həkimə ehtiyacı var. Nərmin özü də 5 aylıq hamilədir və ümumiyyətlə hər şeyə qarşı çox həssasdır. Ürək dözmədi, ona pul verdi. Mən bilirəm ki, onun pula ehtiyacı yoxdur. Onun sadəcə normal psixologiyada olan ailəyə ehtiyacı var. Gəldim, Nərmini götürdüm. Nərmini alım. İndi gedirik uşaqlara hədiyyələr almağa. Tort üçün, bir də pizza üçün danışmışıq. Onu dönüşünə ayırmışıq. Qalan pulla da gedirik. Gedirik nə almağa? 500. Hə, çatdıq. Ay bana satmırsa ne seçirsen özünsün. 20 manat. Ha. Bakın sade geçen. Ha. Burası çok içedi. Oradaki en büyük oğlanın 17 yaşı var. Görün içelim. Axırda vurarıq. Özümüze bak baba. Özü pamuk değil materialları. Yani siz bildim. Böyle şişeler var. Ha. Kız için de var. Ha. Biri yaşlı uşaq var. Biri var 3 yaşlı da. 3-4 yaşlı. 6 yaş. Tamam. Ulan götürəm uşaqlara. Götür. 4 yaşa uygundur. Ha. Ha, güzel. 6 yaşta var. Peki renkli alaq. Renkli yok. Yaxşı. Kol da var. Ama renkli yok. Uzun qol yox, yaydı o. Onu da qara götürməyəydi. Qara götür, 6 yaşda götür. Bəli, Aydənin vlog izləyiciləri, mən çəkirəm Aydəni bugün. Bəli, kameraman mənim. Bundan 2 dənə götürəm. 4 yaşa. Hə. 4-5 yaşa. 7 nəfər oğlan. Bir də 6 yaş. Uje 2 dənəsini götürdüncə 5 dənə də 6 yaş götür. 5 dənə də 6 yaş götürəm. 2 dənə 4 yaşa. Bunu saxlayıram. Bəli, Aydə seçir. Sizə kömək eləyəm. Sən burada olmasan. Dedi burada var. Baxın. Usta uzun qol da bunlar. Yox, uzun qol yox, yazıqlar istəmişəm. Ne götürəm? 6 yaşda, 6 yaş. Bu yekədir. Hardasa 8 yaşa bu qədər. Mənim oğlumdan da böyük. Yox, o yaxşı deyil. Biraz ləkəsi var. Bence tapmasaq şuna çıxıb götürək. Ay, bu neçə yaşdır bax? 3 yaş qıza götürək. Yox, qıza biraz rəngli şey götür. Qəşəngdir mi bu? Amma oğlan yaşı 4 yaşda oğlan olsaydı bunu götürərdi dedim. Peki bunun birini dəyişdirin bundan. 4 yaşa gedər. Gedər. Bəlkə görüm. Hə, gedər. Yox, niyə elə 3 dənə 4 yaş götür də? Orada 7 dənə. Qalanında 5-6 yaş götür. Ha, qaralar dəyişdir bunlarla. Bu 4 yaşa Bu 4-dür, hə? Qıza da almaq olar da bunu. Olur da. Ay, nə qədər bundan var. Hə, pis yox. 3 yaşında uşaq gedər. Yox, böyükdür Yox, məncə. böyükdür. Amma balcası var. Taparıq deyə, ay da burada da var. Bax, var. Bura 6 olar. Bəlkə də. 6 yek. 6'ya bu gedər. Biraz uzundur, amma olsun da 6'ya gedər. Məncə getməz. Balacadır deyəsən. Çox balacadır. 6 yaşında var. Burada elə uşaqlar 6 yaş baxaq. Birinci sinif uşağıdır da. Qaraları qoyuram. Demək ki, böyük razmerləri götürürüm. Belə. Götür. 2 dənə. Aldı 3 dənə. Bunlar kilo ilə alınacaq. Hə, hə. Hamısı. Bəli, bura kilo maldır. Məlumat verirəm izləyicilərə. Məsələn, bu uşaqlar neçə yaş olar? Hansı uşaqlar? Ya uşaqlar? Bu 3 olar, o da 2. Bir değil onun. 3 yaşına az kaldı. Hepsi 3'dür, hə? Bir öksün bilmirik ki biz. Neçə yaşın var? Özünü soruşdur.
Ayda şortiklər də var bax. Hələ ki bu qədər seçmişik. Bu dördü getdi buranın heç Hə, əmin. o qədər. Bunlardan əmin deyil. Ya bunlara Hangi onlara baxaq? Ver mənə. Öyle qalsın götürəcək. Hə. Bu 4 yaşında olan oğlanlar üçün. Qız. Buna görə bir iki dənə götürər deyə. Keşik də var. Onun şeye gidiyor. Bizim Orada Razmir var. 10 yaşına qədər Razmir var. Bu kimin? Bu mənim. Bax. Hə. Birinci 9-11 yaş, 14 dənə qız. Hə. Bu 9-11-ə gedir. Gedər. Baxam dənə. Baxam bana 140. Bu 9-a gedir. 11-ə yox. Gedər. Burada var bir şey yok. Yok. Git ondan 14 tane getir. Hamısını yine. Başka mı var? Yoxdur orada ama ondan gətirə bilərik. Bak 9-11 yaş, 14 tane. 6-7 yaş, 71. 6-7 yaşı burada hamısını almışıq demək var. Hə. 6-7 yaş. Çox xırıqdır. 4 kilo. Nə qədər pul? 114 manat 50 qəpik nə qədərdir bir? 133 manat 50 qəpik bir. Bir də corablarda 8 manat 50 qəpik verir. 148 manat. Nədirəsə 150 manat da qısaca. Gedirik bunları bir yerə qoyacağıq. Çünki zövqlü. Prosta burada görsəm mən də indi. Bizdəki beşləri aparıb qoyacağıq. Sonra da gedəcəyik quturuş qalmağa. Nəydən? Yemədir. Burada yemək yeyirik ki, acından ölməyək. Çünki hələ biraz alış-veriş edəcək. Aparıb qoyduq bunun həyat yoldaşının yerinə. Bəli. Gəlimiz boş olsun çünki çox idi beşimiz. Buradan Gəlib əməkliyə gedəcəyik. Şapara quş qalacaq. Ondan sonra da evə. Sonra da meyvə alsın. Meyvə ilə, onda mən alacağım meyvə, bir də sok falan da uşaqlar orada tortdan yeməyə içməyə. Bəbəmizi sağlam qidalandırmaq lazımdır. Daha sağlam pizza da, yəni çox sağlam. Burada bir dənə kağ var deyə. Başda aydı. Gəlmişik qutu-mutuya, biraz aksesuar, hədiyyə falan alacağıq onlara. Deyə burada iri toplar. Neçədir görəsən? Bu neçədir kanki? 6 manatdır. Ha, 2 dənə 3 dənə var da götürək. 12 manat. 12? Hə. Ha, 6 eşitdim hə. Bunlar bir. Başqa nə? Baxaq da biraz Ha, çox şey alacaq. Gəl buralara bax. Nələr aldıq, nərmiş? Gəlin xonsa seçin. Saçlarına taxmağa şeylər. Hə, keçin. Belə xoşqalar. Burada çox da tapılır. İquşkalar da var elə burada. Ahtada çok şey var. İquşkalar var. Zakokalar var. Topları koyun. Demək səhər 11-in yarısı çıxmışdım evdən. İndi gəlmişəm evə. İndi saat 7-in yarısıdır və təbii ki bu saatda uşaqları da fikirləşdim. Nə yemək bişirməyə vaxtım olmadı, nə də uşaqlara ac qoymadım. Ona görə yenə Papa John'sdan həm eyni zakaz, həmişə elədiyim zakazı elədim. Pepperoni, bir də ki üstündə də bonus olaraq kartoşka göndərdilər. Sağ olsunlar. Bu da qalıb Ruslana, bu da mənə. Uşaqlar hərəsi 3 dilim yeyiblər, doyublar. Bunu yeyim deyib yatacağım, başım dəhşət ağrıyır. Demək qızlar, mən üzürlü səbəblərdən uşaq evinə getməkdə iştirak eləyə bilmədim. Səbəbini də Quba vloqunda açıqlamışam. Əgər sizə maraqlıdırsa, kanalıma keçid edib Quba vloqunu izləyə bilərsiniz. Amma gedə bilməsəm də qızlarımdan xahiş elədim ki, vloqum yarımçıq qalmasın. Qısa da olsa mənə videolar atın ki, vloqumu tamamlaya bilim. Sağ olsun, onlar da atıblar. Və videonun bundan sonraki hissəsi Nərminə aiddir. Aydın vlog izləyicilərinə video çəkirəm. Demək, fotoları qatladım. Bunların da qiymətlərini çıxartdım. Və belə paketləri.
və bunların heç birisini aidə eləmir. Vloquna qoyacaq, amma mən eləyirəm. Paltarları belə səliqəli paketlərə yığdım və belə oyuncaqları isə belə paketlərə yığdım. Və bunu aydaya atacağım. Bəzənlərə də belə şeylər neysə. Bunlar səliqəli olsun deyə belə səliqəli olmağa çalışdım. Tapdığım ancaq bu paketlər var idi. Başqalarını tapmadım. Vaxtım qalsa ona görə bunlara qoydum. Birdən vloqunu atacağım sizə uşaqlar. Deməli, Aydənin vlogu. Bu bizim uşaq qızlar. Salam. Salam. Nə demək istəyirsən Aydəyə? Hə. Biz gəlmişik, yerin məlum. Kəf sən də burada olasın. Yeni bebəklərimizi görməyə. Əsas odur qatqısı var. Və onu qeyd edeyim ki, dövlət müəssisəsi olduğu üçün içəridə çəkilişə icazə vermədilər. Ona görə içəridən çəkiliş yoxdur.